Deməli, uşaqlar, artıq bu üçüncü dərsimizdir kod tapşırıqları ilə bağlı. Mən yenə keçirəm School-a, buradan da keçəcəm suallara. Python və alqoritm. Buradan mən bu dəfə sizə müəyyən nömrələri seçmişəm. İlk olaraq 60 nömrəli tapşırıqdan başlayacaq. Amma bir dənə vacib məsələ var, uşaqlar. Məsələn, 60-a baxırıq, nə bilim 62, 73 belə nömrələr qeyd eləmişəm. Yəni, məqsədimiz təkcə bunun həllini öyrənmək deyil. Ki, bunun həllini böyük ehtimal ki, bilirsiniz. Məsələn, Evklit alqoritmi var. Blok sxem olaraq da var. DİM-in test toplusu kitabında və Python kod olaraq da var. Hətta 59-da videosu var bunun. Yəqin ki, burada həm Evklit alqoritmi olaraq, həm də başqa bir yolla. Bax, burada Evklit alqoritmini izah eləmişəm. Videosuna da özünüz baxarsınız. İndi gəlirik 60-a. 60 deyir ki, klaviaturadan daxil edilmiş iki natural ədədin əbobunu tapan proqram yazın. Mənim burada istədiyim budur ki, uşaqlar, biz kitabda olan yolla yox, biraz daha fərqli yolla gedək və biraz daha fərqli yanaşaq. Nömrə 60. Şərti də bura əlavə elədim. Burada biz əbobun tərifindən istifadə eləyəcəyik, uşaqlar. Əbobun tərifindən. Deməli, ədədlərimizi daxil edirik. Bir dənə şeyə diqqət edin həmişə, əbobdur, əkobdur. Bunlar onsuz da natural ədədlər üçün nəzərdə tutulmuş anlayışlardır. Siz A-nı, B-ni daxil edəndə integer input olaraq daxil edin. A və B. Integer input. Bundan sonra belə bir şey deyirəm, uşaqlar. Fikirləşirəm ki, əbobun mahiyyəti nədir? Məsələn, tutaq ki, sadə ədədlər fikirləşək. Sadə 12 və 8. Bu iki dənə ədədin əbobunu tapmaq istəyirəm. Bu 4-dür. Bu rahat bir şəkildə görünür də, düzdür. 12 və 8-in əbobu 4-dür. Yaxşı, niyə görə 4-ü götürdük? Çünki 12 4-ə bölünür və 8 4-ə bölünür. İndi normalda 12 ilə 8 üçün ortaq böləndir də bu. 2 də var, 1 də var. Əbob o bölənlərin ən böyüdür. Bölənlərin ən böyüyü. İndi belə bir şey deyəcəyik, uşaqlar. Bax, sırf bu tərifdən istifadə edəcəyik. Gəlirəm aşağıya, bir dənə for dövrü yazıram. For, i, in, range. Bax, 0 onsuz da olan deyil. 1-dən başladıram və yazıram a plus 1. Ədədlərdən hər hansı birini təsadüfi olaraq seçib belə bir aralıq verirəm. Məsələn, a hal-hazırda 12-dir. 1-dən başlayıb 12 ilə daxil olmaqla i bütün ədədləri götürəcək. Və deyirəm ki, if əgər a ədədi i-yə bölünürsə, bax, biraz əvvəl dediyim 12 4-ə bölünür, 8 4-ə bölünür. A ədədi i-yə bölünürsə, bərabər 0. And yazıram və B ədədi də i-yə bölünürsə, bərabər 0. O zaman hələ ki kodu tam yazmıram, uşaqlar, gedişatı görmək istəyirəm. Print i deyirəm və kodu işə salıram. İlk ədədi 12, sonraki ədədi də 8 olaraq daxil edirəm. Və nəticəyə baxın, uşaqlar, 1 verdi, 2 verdi, 4 verdi. Niyə? İlk olaraq i-nin qiyməti 1 idi və 1 həqiqətən hər ikisini bölür. 2, 1 hər şeyi bölür onsuz da. Sonraki ədədimiz 2 idi. 2 də 12-ni də bölür, 8-i də bölür. Sonraki ədədimiz 3-dür. 3 12-nin bölənidir, 8-in yox. Sonraki ədədimiz 4-dür. 4 hər ikisini bölür və 4-dən böyük heç bir ortaq bölən yoxdur. İndi, uşaqlar, bizim məqsədimiz bu 1-i, 2-ni, 4-ü hamısını çap eləmək deyil axı. Bizim məqsədimiz bir dənə axırdakı 4-ü çap eləməkdir. Onda misal üçün bir dənə k dəyişəni götürə bilərik. K bərabərdir 0 deyə bilərik. Ki, deməsək də olar. Və bura gəlib deyə bilərik ki, k bərabərdir i. Bu şəkildə. İndi buradakı k-nı 0 yazsaz da olar, yazmasaz da olar. Dövrlərdə bəzən yazırlar. Cəm olanda, hasil olanda məcbur yazmalısınız və print k şəklində bunu qeyd elədim. Siyahıya atıb maksimum tapmaq olar. Bəli, olar, o da olar. Yenə eyni ədədləri, 8 və 12 ədədlərini daxil elədim və 4-ü bizə verdi. Bax, bu şəkildə. Bu, nömrə 60 idi. Mesaj bölməsində müxtəlif üsullar yazmışsınız. Onlardan da istifadə edə bilərik. Evklit alqoritmindən istifadə edə bilərik. Dediyim kimi, Udemy'də də, School-dakı kursda da videolar var onsuz da. Videolarına özünüz baxarsınız. Amma fikirləşirəm ki, bu riyaziyyatda olan qaydaları istifadə etmək daha yaxşıdır. Mənfi bir addım ilə tərsinə getmək olar.
Olar. A plus 1-dən başlayıb -1-dən 1-ə doğru gedə bilərik. Hə, ilk qarşımıza çıxanda break verərik. Yəni, bu şəkildə olar. O da yaxşı fikirdir. Əvvəlcə 4-ü tapar. 4-ü tapan kimi break verib dayandıra bilərik. O elə bir şey də yaza bilərik. Hətta uşaqlar, sonra siz özünüz məşq edəndə o dediyiniz variantların hamısını yazın, yoxlayın. 60-dan sonra baxaq görək. Üçüncü ədəd olsa sen-dur əlavə edib, bəli, əndlə birləşdiririk. O da yəqin ki, bu yazdıqlarımın içərisində var. Bir də 62-ni yazmışam uşaqlar. Klaviaturadan daxil edilmiş 2 natural ədədin əkobunu tapan proqram. İndi belə eləyəcəyik. Deməli, bu 62. D-zi də qoyaq bura, 62 yazaq. Burada yazdıqlarımı da biraz aşağıya doğru çəkirəm. İndi baxın uşaqlar, belə bir şey eləmək istəyirəm. Mənim yazdığım kod nədir? Mənim yazdığım kod əkobun kodudur. N dənə ədəd üçün necə tapa bilərik? Onu fikirləşməliyəm. Onu belə birbaşa deyə bilmərəm. N dənə ədəd olsa, ədədlərin hamısına bölünməlidir. Fikirləşərik onu. Fikirləşərik. Baxaq görək necə eləyə bilərik. Birinci ədədlərin hamısını götürməliyik. Elə ilər tapmalıyıq ki, hamısının bölən olsun. 3 dənə üçün indi birazdan baxacaq. Bir dənə bura S əlavə edib yazmaq olur. 3 dənəsini. Belə eləyək. Deməli, uşaqlar, əkobun düsturu əkob, belə qısa şəkildə yazacağım. Əkob ya da tam yazaq da. AB bərabərdir. A vur B bölünsün. Əbob AB. Belə idi də, düzdür bu düstur. Bu şəkildə. İndi normalda bizdə bu K nədir? K bizim əbobumuzdur. Əgər biz, məsələn, başdan bir M götürsək, A vur B desək, A-nı və B-ni vursun, M özündə saxlasın. Burada gəlsək, M böl K desək, o zaman bunu əkoba çevirmiş olaraq. Və bu kodu işə salıram. 8 və 12, 24-dür bu. Hə, 24. Bax bu şəkildə. Əgər istəsəz ki, float formatında verməsin, bu M böl K-nın qabağına int əlavə edə bilərsiniz. Amma uşaqlar, bunu da istəmirəm. Mesaj bölməsinə yazmışsınız. Hə, I böl A, I böl B şəklində, bəli. Bunu da istəmirəm. İstəyirəm ki, burada da necə ki, əbobda tərifdən istifadə elədik, burada da tərifdən istifadə edək. Burada da belə deyəcəm. I böl A və I bölünsün B. Amma bir dənə də break bura əlavə eləyəcək uşaqlar. Və buranı da buradan silirəm, təmizləyirəm. Bu dəfə artıq fərqli bir ədəd. 12 və 8-in əkobu 24-dür. Niyə? Çünki 24 12-ə də bölünür, 8-ə də bölünür və bunlardan ən kiçisi idi. Bir də bunun içərisini 1-dən başladıb, ya da A-dan ya da B-dən də başlada bilərik. A-dan və ya B-dən başladıb A vur B plus 1-ə qədər yazırıq. Niyə? Əgər A və B qarşılıqlı sadə ədədlər olsalar, məsələn 5 və 7, onların əkobu olacaq 5 vur 7, 35. Bax, o vəziyyət üçün də düzgün işləsin deyə aralığa maksimum, mümkün əkobun maksimum qiymətini daxil edirik. Bundan sonrasında isə əgər I ədədi həm A-ya, həm də B-yə bölünürsə, elə birbaşa print I yazacağım və bundan sonra nə edəcəm? Break ilə dayandıracağım. Break ilə dayandıracağım. Bu şəkildə. Yox, A kiçikdir B qəbul etmirəm. Yəni, əkob A kiçik də olsa, böyük də olsa fərq eləmir ki. Əkob ən yaxşı halda ədədlərdən nəyi, hansı ola bilər? Böyük ola bilər də, düzdür? Ən yaxşı halda. Yəni, bura A da yazsaq, B də yazsaq, problem yoxdur. Hansını yazırsınız, yazın. Maksimum AB də yazmaq olar, amma yəni, o zaman kod biraz daha uzanır. Hə, düzdür, maksimum AB yazsaq, kompüter biraz az dövr eləyəcək. Çox əziyyət çəkməyəcək, amma yəni kompüterdə biraz əziyyət çəksin, bir şey olmaz. Birdən də başlatsanız bir şey olmayacaq. Yəni istəyirsiniz bunun yerinə 1 yazın. Yəni də dövrlərin sayı biraz çox olacaq, amma siz onu təbii ki, hiss eləmirsiniz. İndiki kompüterlərimiz yetərə qədər sürətli olduğuna görə
Yəni burada A-dan başlatmaq ya da AB-nin maksimumundan başlatmaq bir problem yaratmır. Bir dənə də bunu 5 və 7 olaraq yoxlayaq, qarşılıqlı sadə ədədlər. Bu zaman da 35 nəticəsini verdi. Yo, nəzərə almırlar. Yəni elə bir şey deyil ki, o bizim yazdığımız kod düzdürmü? Düzdür. Vəssalam. Yox, ona görə yox. Yox, heç bir şəkildə ona görə bal kəsə bilməz. Uşaqlar köhnə kompüterlərdə texnologiya zəif olanda bu önəm daşıyırdı, amma orada da imtahan səviyyəsində yox da. Orada da imtahan səviyyəsində yox. Orada da məsələn kod kompüterdə işləyəcək, mümkün qədər az dövr eləsin. Hə, indi də götürüb misal üçün çox professional bir kod yazsan, nə bilim 10.000 sətr, 20.000 sətr kod yazırsansa, orada hə, o sürətə təsir eləyər, çalışarsan ki, mümkün qədər az dövr eləsin. Amma imtahan səviyyəsi üçün yəni önəmli olan bir şey deyil. Uşaqlar, sonra qeyd etdiyim nömrə 73 nömrədir. 73 nömrəli tapşırıqdır. Bu arada hamısının video izahı var yazılıb, hamısının da izahı var, bilirsiniz onları. Bunun şərtini kopyalayacağım. Klaviaturdan daxil edilmiş n natural ədədinin faktorialının neçə rəqəmli ədəd olduğunu çap edən proqram yazın. Uşaqlar, çətin bir şey deyil əslində. Diyez 73 yazaq. Amma yenə də bu faktorial çox yerlərdə lazım olur deyə istədim ki, buna bir baxaq. Faktorialı bir neçə fərqli üsulla yaza bilirsiniz. Mənim xoşuma gələn üsul for vasitəsilə yazmaqdır. Hə, ən axırda bəli, len eləyə bilərik. N bərabərdir integer input. Buradan n bərabərdir də. İstəsəz yazarsınız, istəməsəz yazmazsınız. Önəmli deyil. P bərabərdir 1 götürdük. Aşağıda for in range yazdıq. Mötərəzə 1. Buradan mütləq n plus 1 yazırıq ki, n-in özündə götürsün. Aşağıda p bərabərdir p vur i yazırsınız. Bundan sonra bir dənə print p yazıb hələ ki yoxlayırsınız görək düzdür yoxsa yox. Sonra digər şeyə baxarıq. 5 yazıb yoxlayıram 120 düzdür. İndi uşaqlar ola bilsin ki bunu əvvəl də demişəm. Bir dənə gəlin səhv eləyək. Len p yazdıq. Bunu işə salıram. 5 verirəm və xəta verir. Uşaqlar, əgər len eləyəcəksinizsə, bu ya sətir, ya da siyahı olsun. Bizim keçdiyimiz anlayışlar üzərindən deyirəm. Ona görə len str p yazırıq. Ki bu 5 faktorial 3-ün 120-ni tapandan sonra 120-nin 1, 2 və 0, 3 dənə rəqəmdən ibarət olduğunu görə bilsin. Belə. Bu len-də bir çox yerlərdə işimizə yaraya bilər, amma dediyim kimi birbaşa ədədə len verə bilmirik. Len bir növ elementin hissələrini sayır. Yəni o 120-ni bütöv bir obyekt kimi görür. Amma sən onu sətrə çevirəndə artıq onu 120 kimi yox, 1, 2, 0 kimi simvollar yığını şəklində görməyə başlayır. Belə olan halda da biz rahat bir şəkildə artıq əldə etdiyimiz ədədin neçə rəqəmli olduğunu görə bilirik. Bu arada belə sadə, asan yazılışlar köhnə proqramlaşdırma dillərində yox idi. Normalda köhnə proqramlaşdırma dillərində belə deyirdilər. Bunu yazandan sonra davamını while ilə gətirirdilər. Hə. While yazırdılar, ona bölüb hər dəfədə hansısa bir dəyişən götürüb s bərabərdir 0. Nə qədər ki sonra da p böyükdür 0, ona bölüb s-i bir-bir artıra gedirdilər. Amma Python'ın bizə verdiyi kifayət qədər belə üstünlüklər, asan yollar var. Təkcə Python'ın yox, müasir proqramlaşdırma dillərinin bir çoxu artıq çox nisbətən asan üsullar təklif edir. 73, sonra qeyd etdiyim nömrə 74 nömrəli tapşırıqdır. Dövr operatorundan istifadə edərək klaviaturdan daxil edilmiş natural ədədi ikilik say sisteminə çevirən proqram yazın. Uşaqlar, video izahı var. Niyə izah edirəm? Say sistemi ilə bağlı olan testlərin sayı çoxdur. Və ikilik üzərində biz baxacaq. Siz bunu, bəli, bölmə qaydası. Onsuz da bu yəqin ki, öz testlərimizdə də var idi, DİM-də də var. Yəqin ki, artıq öyrəşmişsiniz. Sadəcə bir dəfədə həm təkrarlamaq istəyirəm. İstəyirəm ki, bir dəfədə təkrarlayaq, mahiyyətini tam başa düşək. Və ikiliyi biləndən sonra, misal üçün siz bunu, nömrəsi nə idi bunun? 74. Siz bunu 5'lik say sistemi olsun, 7'lik say sistemi olsun, 3'lük say sistemi, 8'lik say sistemi, yəni 9 və aşağı bütün say sistemləri üçün yaza biləcəksiniz. Bir dənə birazdan baxacağıq. Fərqli olan 16'lıq say sistemidir. Onun üçün də kod yazacağıq.
Şərti bura yapışdırdım. Dövr operatorundan istifadə edərək klaviaturadan daxil edilmiş natural ədədi ikilik say sisteminə çevirin. Uşaqlar, bizim proqramımızda yoxdur, onlarla bağlı ona görə də danışmırıq. Onluq ədədi birbaşa ikilik, 16-lıq, 8-lik say sisteminə çevirən qısa yazılışlar var, amma proqramda yoxdur. Ona görə də fikir versəz, mən şərtdə yazmışam ki, dövr operatorundan istifadə edərək, yəni for və ya while-dan istifadə edərək bunu yazmaq lazımdır. Başladıq. N bərabərdir integer input. Buradan da yenə şrifti dəyişim. N bərabərdir yazdıq və gəlirik. Mənim burada xoşladığım üsul elə Simralın mesaj bölməsinə yazdığı sətirdən istifadə eləmə üsuludur. S bərabərdir boş bir sətir götürdük. Bundan sonra keçirik while hissəsinə. Deyirik ki, nə qədər ki n böyükdür 0, dövr davam eləsin. Amma indi gəlin belə eləyək. Tutaq ki, biz hansısa bir ədəd götürmüşük. Onluq say sistemində olan bir ədəd götürmüşük. 10. Misal üçün, bunu ikilik say sisteminə klassik üsulla necə keçirdik? 2-yə bölmə qaydası ilə. Bölünsün 2. Yazırıq bura 5, 10, çıxdıq 0. Təzədən gəlib bu 5-i yenə 2-yə bölürük. Yazırıq 2, 4, çıxırıq 1. Bu 2-ni təzədən 2-yə bölürük. 1, 2, çıxırıq burada 0. Və bundan sonra da bir dənə qaydamız var idi. Tərsdən yazma qaydası. Yazırdıq 1, 0, 1, 0, 2-lik. Bunun biz başqa üsullarını da bilirik. Daha sürətli keçmə qaydası və s. Amma təməl qaydamız budur. Təməl qaydamız budur. Siyahıya yığmaq və s. çoxlu üsullar istifadə edə bilərsiniz. İndi uşaqlar, baxın. Mən bu 2-yə böləndə alınan qalıqlar var. Sıfırlar, birlər. Əsas mənə bunlar lazımdır da, düzdür. Belə deyirəm. Rəqəm bərabərdir. N ədədi, R rəqəm olaraq nəzərdə tutdum. Bölünsün 2. Yəni, məsələn, 10-u 2-yə böləndə qalığım nə idi? 0. Sonra aldım 5. 5-i 2-yə böləndə qalığım nə idi? 1. Bax, bunları almaq istəyirəm. Yəni, ikiliyin rəqəmlərini almaq istəyirəm. Sonra düşürəm aşağı. Aşağıda yazıram ki, N bərabərdir. N bölünsün 2. Burada nəyi almaq istəyirəm? Bax, bu 5 var. Onu 2-yə böldüm, tam hissə 5. Bunu almaq istəyirəm. Sonra 5-i 2-yə böldüm, tam hissə 5. Bu 5, bu tam hissə 2. Bu 2-ni almaq istəyirəm. Yəni, bir növ buradakını kod formatında yazıram. Əgər mən yazsam ki, S bərabərdir, klassik qaydamız var idi. S bərabərdir, str, bir dənə yuxarıdakı ədəddir deyə sətrə çevirməlisiniz. Bu zaman nə olacaq? Bu zaman bu 0, 1, 0, 1 kimi bu aldığı rəqəmləri birləşdirəcək. İndi gəlin onu elə bu vəziyyətdə bir çap eləyib baxaq. Print S. Bir yoxlayaq görək, hələ ki düz yazmışıq, yazmamışıq. Elə 10 yazdım. Bax, belə bir şey verdi mənə. Burada nəyi yaddan çıxartdıq? Tərsinə yazma qaydasını yaddan çıxartdıq. Tərsinə yazma qaydasını. Ondan ötürü də götürürük burada toplananların yerini dəyişirik uşaqlar. Bu da sadə formada belə həll olunur. S. Bu şəkildə. Və indi kodu işə saldıq. 10 və 10-un ikilikdəki qarşılığı. Əgər istəsəz bu biraz daha bəsit olsun. Mən R-i ayrıca yazdım ki, yəni bu R-in rəqəm olduğunu daha yaxşı görüp riyazi olaraq başa düşək. Amma siz istəsəz birbaşa N plus 2-ni götürüb burada yaza bilərsiniz. Yəni belə eləyə bilərsiniz. Bunu buradan götürdük, gətirdik, bura yazdıq. Bu sətri də çıxartdıq. Və bu vəziyyətdə də yenə biraz daha qısaltılmış olur. Yəni bu da imtahanda misal üçün çıxa bilər və s. Amma düşünürəm ki, başlanğıc üçün bu üsul daha yaxşıdır. Yəni bu rəqəmdir. Burada tərsinə yazmanı tətbiq eləyirik. Toplananların yerini dəyişərək. Burada da 2-yə böləndə tam hissəni tapmış oluruq. Və uşaqlar, indi baxın. Gəlirəm növbəti. Biz indi ikilik say sisteminə çevirməyə həyata keçirdik də burada işimiz tamamlandı. İndi gəlirəm bura yazıram 8. Bura bir dənə yazıram 8. Bura yazıram nə olsun? Məsələn 20 olsun. İndi də hal-hazırda ədədi 8-lik say sisteminə çevirdim. Və əgər say sisteminin əsası buradadırsa, 2-9 aralığındadırsa, bu üsulu həmişə istifadə edə bilirsiniz. 5-lik say sisteminə keçilir, bunları 5 eləyirsiniz. Məsələn, 7-lik say sisteminə keçilir, bunları 7 eləyirsiniz. Bunları həmişə bu formada istifadə etmək olur. Fərqli formalarını yazarsınız, baxarsınız. 5-lik üçün, 7-lik üçün və s. Bu nömrə 74 idi. Yəni, say sistemlərini tam başa düşən üçün fikirləşirəm ki, bunun bir çətinliyi yoxdur. 16-lığın problemi odur ki,
Orada hərflər var, amma hərfləri də həll edə bilirik, problem deyil. İndi birazdan baxacağıq ona. 74-dən sonra qeyd elədiyim nömrə 81 nömrə tapşırıqdır. Bəs 16-lıq hardadır? Burada 16-lıq da olmalı idi. 8-lik, 76. 76. 76-nın videosu var, amma istəyirəm bir sürətli şəkildə bu 76-ya da bir baxaq. Nömrəsini dəyişək. Uşaqlar, burada bizə bir dənə hələ ki bunu böl 16 və bunu da böl 16 eləyək. İlk baxışda hər şey normal görünür. Amma problem odur ki, biz 16-ya ədədi böləndə 15 də ala bilərik. Ondan ötürü bir dənə belə bir şey eləyək. Nə deyək? K deyək. Misal üçün K bərabərdir. 16-nın rəqəmlərini yığıram bura. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, Y, F. Baxaq görək, hər şey düz yazıldı mı? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, Y, F. 16-nın rəqəmlərini yığdıq bura. İndi uşaqlar, bunu 16-ya böldük. 16-ya böləndə ala bilərik. Misal üçün, qalığı 4 də ala bilərik. 4 alsaq, heç bir problem yoxdur. Bayaqçı qayda ilə gedir. Amma birdən burada 16-ya ədədi böləndə nə aldıq? 10 aldıq tutaq ki. 10 alanda nə olacaq? 10 alanda onun yerinə A yazmalıdır gətirib burada. A. Və o məsələni həll eləməkdən ötürü belə eləyirik uşaqlar. Bax, bunu silirəm. Gəlirəm K kvadrat mötərəzədə yazıram R. Bəli, bu şəkildə. Məsələn, bölmə nəticəsində əgər 10 alsa, bax 0-cı indeks 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 elə 10-cu indeksdə olan A-dır. 15-ci indeksdə olan F-dir. Bəli, qalığı indeks olaraq götürürük və salam hazırdır. İndi bax, bu bildiyimiz bir ədədlə F-i yoxlayaq. 255 də düzdür, 255. 16-lara çevirsək FF. İndi bir dənə qarışıq bir şey yoxlayaq. Məsələn, 165 olsun. 165 verdi A5. 10 vur 16. 160, 105. 165. A, B, C, D, Y, F-in bəli, indeksləri. Yəni, indekslərimiz budur da. Bunun indeksi 0, 1 və s. gedir. Bunun indeksi 9. Bundan sonra bu 10, bu 11, bu 12, bu 13, bu 14, bu da 15. Yəni, F-in riyaziyyatdakı qarşılığı nədir? 15. Bu şəkildə. Elə indeksləri ilə birbaşa üst-üstə düşürlər. Ona görə də rahat şəkildə yuxarıdan götürə bilirik. İndi uşaqlar, bunun bir də belə bir yaxşı tərəfi var. Necə bir yaxşı tərəfi var? Məsələn, baxın buna. Bura götürüb mən 8 yazsam, buna da 8 yazsam, bayaq 20 ilə yoxlamışdıq da, düzdür? Götürüb bura 20 yazsam, çevirir. Yəni, burada elədiyi şeylər 8-ə böləndə ala biləcəyi qalıqlar nələrdir uşaqlar? 0, 1, 2, 3, 4, 5, 6, 7. Hamısı burada var da, düzdür? Bu elə bil ki, hamısının birləşməsi kimidir. Gəl bura yenə 2-lər yaz. Bura 2 yaz. Burada 2 yaz. Onluq sayı sistemində nə olsun? Misal üçün 15 olsun. 4 dənə 1. Belə. 8-likdən onluğa vurma qaydası ilə. O biraz daha rahatdır. Onun normalda kodu bizim öz testlərimizin içərisində var. STR-yə çevirib, bir-bir forla götürüb, məsələn 8-likdən onluğa keçiriksə, forla daxil olarıq, rəqəmləri bir-bir götürərik və 8-ə vurub qüvvətini tapıb yerinə yazarıq. Dərsin axırında yazarıq onu yadıma salarsınız. Amma o testi biz işləmişik. Var, özümüzün testlərində var. Udemy-dəki testlərdə var idi, səhv eləmirəmsə. Uşaqlar, 76-ya baxdıq. Biraz istəyirəm sürətimi artırım. Biraz daha sürətli baxaq. 81 qeyd eləmişəm növbəti hissədə. 81 Fibonacci sırasıdır. Fibonacci sırası. Üçüncüdən başlayaraq, bunu biraz böyüdüm. Hər bir həddi özündən əvvəlki iki həddin cəminə bərabər olan ardıcıllığa Fibonacci sırası deyilir. Python'da n elementə malik olan Fibonacci sırasını çap edən proqram yazın. Proqram işə düşdükdə elementlərin sayı klaviaturadan daxil edilsin. Uşaqlar, Fibonacci sırası biraz məşhurdur. Düzdür, bunun videosu var. Videodan da baxarsınız.
Amma istəyirəm ki, bir yerdə bunu bir yazaq, baxaq, həll eləyək. 81-dir bunun nömrəsi. Şərt biraz uzundur. Necə eləyək bunun şərtini? Enter dəfələrlə basım mən. Yox. Onda da aşağıya doğru uzanacaq da. İstəmirəm onu. Belə, bunu görsək yəqin ki, yetərlidir ekranda. Pythonda n elementə malik olan Fibonacci sırasını çap edən proqram yazın. Uşaqlar, bir dənə Fibonacci sırasında bura yazıram. 1, 1, 2, 3, 5, 8, sonra nə gəlir? 13, sonra 21 və s. Davamını getmirəm. İndi baxın, burada qayda belədir. Hər hansı bir elementi götürürsünüz, məsələn 5-i. 5 necə hesablanır? Özündən əvvəlki 2 dənəsinin cəminə bərabərdir. Başqa bir element, məsələn 13-ü götürürsünüz, 13 yenə özündən əvvəlki 2 dənəsinin cəminə bərabərdir. 2-ni götürürsünüz, 2 özündən əvvəlki 2 dənəsinin cəminə bərabərdir. Bəzən Fibonacci sırasını 0-dan başladılar, amma daha çox 1-1 şəklində başladılar. Çox önəmli deyil onsuz da o. Amma bir şeyə diqqət edin uşaqlar, qayda buradan başlayır. Üçüncüdən başlayaraq deyir. Qayda buradan başlayır. Ona görə Fibonacci sırası ilə işləyəndə biz adətən belə bir yanaşma edirik. Götürürük bir dənə F siyahısı, Fibonacci'nin F'si olsun bu. Götürürük bir dənə F siyahısı, onun içərisinə 1 və 1-i yazırıq. Bu şəkildə. Bundan sonra keçirik növbəti mərhələyə. Növbəti mərhələdə nə iş görəcəyik? Növbəti mərhələdə while vasitəsilə və ya for vasitəsilə bir dənə dövr quracaq. For vasitəsilə qururam. Hə, n elementə malik deyir. Bunu bir aşağı çəkim. N bərabərdir. Integer input yazaq və n-i daxil eləyək. Nə deməkdir? Bu, məsələn, mən tutaq ki, n-ə verdim, nə olsun? 7. 1, 2, 3, 4, 5, 6, 7. Əgər n bərabərdir 7 desəm, 7 dənə elementə malik Fibonacci sırası çap eləməlidir. Bax, məqsəd budur. Fibonacci sırasını başlanğıcını özüm təyin elədim. F bərabərdir 1, 1 şəklində. Sonra belə eləyirəm. For i in range n. Hələ ki, bu yazdığım tam düz deyil, amma istəyirəm ki, qoy səhv variantına baxaq, sonra düzəldərik. Bunu yazdım. Bundan sonra belə eləyirəm. Baxın, uşaqlar. Mən bu sonraki növbəti elementi almaqdan ötürü nə etməliyəm? Məsələn, 2-ni almaqdan ötürü nə etməliyəm? Özündən əvvəlki 2 dənəsini toplamalıyam. Deyirəm ki, element, yəni növbəti element bərabərdir. İndi burada belə bir məsələ var, uşaqlar. Mənfi indekslər istifadə edəcəm. Mənfi indekslər. Bax, bunun indeksi nədir? Mənfi 1. Bunun indeksi mənfi 2. Yazıram ki, f mənfi 1 plus f mənfi 2. Bu mənfi 1 və mənfi 2-nin önəmi asan tərəfi nədir uşaqlar? Siyahı nə qədər uzun olursa olsun, məsələn, tutaq ki, qələmin rəngini dəyişdirim. Tutaq ki, bura qədər gəlmişsiniz də, bu boyda bir siyahı yığmışsınız. Mənfi 1, mənfi 2. Həmişə bu mənfi 1-dir, bu da mənfi 2-dir. Yəni, siyahı nə qədər uzun olursa olsun, mənfi 1 və mənfi 2 həmişə ən axırdakı 2 dənə elementi göstərir. Yəni, həmişə işimizə yarayacaq. Həmişə işimizə yarayacaq. Və bundan sonra belə deyirəm. Deyirəm ki, f nöqtə append element. Və bundan sonra gəldim print f deyirəm. İndi burada n bərabərdir 7 nəzərdə tutmuşdum. Bunu işə salıram. N üçün 7 daxil edirəm. Və normalda 13-də dayanmalıydı uşaqlar. Amma 7 əvəzinə 9 dənə element verdi. Bunun da səbəbi odur ki, biz başdan 2 elementi özümüz vermişik axı. 2 dənə onsuz da var idi. Burada mən 7 dənə dövr yaratdım və 2 dənə elementin yanına əlavə 7 dənə də element yazmış olduq. Hə, bəli, bəli. Nə edə bilərəm? N-2 eləyə bilərəm. Burada bir dənə N-2 yazıram ki, bu başdan əlavə elədiyim 2 dənə elementi, başdan yazdığım 2 dənə elementi nəzər alıb. Və bundan sonra N-ə 7 yazsam, Fibonacci sırası hazır olacaq. Bu arada uşaqlar, 2-dən n-ə olar. Hər hansı bir formada 2-dən azaldırsınız. Yəni, necə istəyirsiniz azaldın.
Ə, Belə bir vacib məsələ. Əgər şərt sizə, məsələnin şərti sizə desə ki, məsələn, Fibonacci sırasını siyahı şəklində çap et ya da yanbayan sətir şəklində çap et və s. o zaman məsələ necə deyirsə o formada çap etməlisiniz. Amma sadəcə sənə deyirsə ki, Fibonacci sırasını çap et, o artıq önəmli deyil. Siyahı verdin, sətir formatında verdin, hansı formada verdin. Bəli, while-dan istifadə edib yazmaq olar. While-dan istifadə edib yazmaq olar. Yəni müxtəlif üsullar tapmaq olar. Bunu vermədən bir çox hallarda A-nı B-ni götürüb onlara bir-bir verib, o dimdə var o test. Növbət elementi tapıb C deyirlər növbət elementi də. Yenə əlavə edib siyahıya və yaxud da ayrı-ayrılıqda da çap eləmək olar. Bu üsul mənim daha çox xoşuma gəlir. Çünki yəni məncə bu daha asan, rahat görünür. C bərabərdir A plus B, A bərabərdir B bərabər C. Bəli. O üsullar kitabda var. Dimin test toplusunda da var. O üsuldan istifadə etmək olar. Bundan da istifadə eləyə bilərsiniz. Bu nömrə 81 idi. Fibonacci sırası. Bu üsulda yazarsınız. Başqa ağlınıza gələn nə üsul varsa, onlardan da istifadə edib məşq eləyərsiniz. İndi növbəti 87 nömrəni tapşırığı qeyd eləmişəm uşaqlar. Deyir ki, AB parçasında yerləşən, bunun şərtini buradan kopyalayım, nömrəsi 87. Buranı da biraz böyüdək. Şərti oxuyuram. AB parçasında yerləşən bütün Fibonacci ədədlərinin cəmini hesaplayan proqram yazın. Kod işə düşdükdə AB-nin qiyməti klaviaturadan daxil edilsin. İndi uşaqlar, buradan N-i çıxardırıq. Bunun yerinə yazaq A. Bir dənə də elə bunun özünü kopyalayıram. Nöqtə vergül aşağıya doğru çox uzanmasın deyə. Bir dənə də B əlavə edirəm bura. Və bu şəkildə. İndi F11-i yenə götürdüm. Burada gəlirəm, N-in yerinə B yazıram. Dayanacağı yer budur. Və indi baxın uşaqlar, hələ kodumuz tam deyil. Nə yazaq? Məsələn, 10, 100 olsun. 10, 100 deyirəm və belə böyük bir şey verdi. Böyük bir ədəd verdi. Uzun-uzun. Burada dövrlərimizin sayı həddindən artıq çox olub. Ona görə belə bir şey verdi. Bunu aradan qaldırmaqdan ötürü mən breakdən istifadə edəcəm. Düşürəm aşağı. Burada belə bir şey deyirəm. Deyirəm ki, if əgər aldığımız element böyükdür B-dirsə, onda break bu şəkildə. İndi təzədən bunu işə salıram. Bu dəfə 10 və 100 daxil edirəm. Bax, 89, 55 ən sonuncular bunlardır. Bunları toplayırıq. Bunları toplayırıq. Və keçirik növbəti mərhələyə. İndi uşaqlar, bu A-B parçasında olmalı idi normalda. Buradan bu tərəf olmalı idi, düzdür? Birdən başladı. Mən məcburam bunu birdən başlatmağa. Çünki bu hissə olmasa, axı, məsələn, bu 2-ni, 3-ü, 5-i, 8-i tapanda bunlardan istifadə edir. İndi bu ön tərəfdə olanları yox eləyəcəm. Bundan ötürü də bir dənə də tutaq ki, verək buna G boş bir siyahı və belə eləyək. Burada gələk. Bu F-in altından belə eləyirəm. Deyirəm ki, if əgər tapdığımız element böyükdür, bərabərdir. Parça deyirdi, hə? Böyükdür, bərabərdir. A-dırsa, o zaman A-dan böyük və ya A-ya bərabərdirsə. Onsuz da B-dən böyük olanda break eləyəcək də. B-dən böyük olma ehtimalı yoxdur. Ona görə sadəcə A tərəfini yazdım. C idi, hə, funksiyamız. C nöqtə append nə? Element. Və bunu yuxarıya çəkdim. Yazdım. 10 yazdım. 100 print yaddan çıxıb. Buradan print C. Hətta hələ ki F-i də qoy mənə göstərsin uşaqlar. F və G yazdım. Buraya yazdım 10.
Buraya yazdım 100. Bax, bu B-yə qədər olan, yəni 100-ə qədər olan Fibonacci ədədlərimizdir. Bu da A-B parçasında yerləşən Fibonacci ədədlərimizdir. Yəni siz özünüz də kod yazanda birbaşa məqsədə gedib çatmağa çalışmayın. İcra elədiyiniz əməliyyatları belə bir-bir yoxlayın. Görün istədiyiniz nəticə alınıb yoxsa yox. Hal-hazırda artıq mən əminəm ki, G funksiyası həqiqətən AB parçasında olan Fibonacci ədədlərini özündə saxlayır. Amma məsələ mənə nə deyirdi? AB parçasında yerləşən bütün Fibonacci ədədlərinin cəmini hesablayan proqram yazın deyirdi. Bir dənə işim qalıb uşaqlar. Burada bir dənə sum C yazmaq. Və salam. Artıq kodumuz tam olaraq hazırdır. Yenə 10 və 100 daxil edirəm və nəticəni mənə verir. Onsuz siyahının içinə baxmışdıq. Bir dənə sadəcə bunu dəyişdik və hər şey hazırdır. Bu nömrə 87 idi uşaqlar. Fərqli formalarda yenə bir düşüncəniz varsa, Simral onu bayaq soruşdun da, bayaq da bunun oxşarını yazmışdıq. Orada while olarsa burada niyə olmasın ki? Sadəcə while-dən nəsə bir şey yazırıqsa özümüz fikirləşib yazmalıyıq. Başa düşməliyik ki, bu necə işləyir, hansı formada işləyir. Keçirik 95-ə. Növbəti nömrəmiz 95-dir. Hə, uşaqlar 95 və 96-nı qeyd eləmişəm. Çətin testlər deyirlər. Sadəcə burada ikisini birdən kopyalayım, görək buraya yapışdıra biləcəm. Yox, yaxşı olmadı. Bu 95. Düşdük bura, diz 96. Bu da 96. Uşaqlar, əsas məsələ burada nədir? 95-ə baxın, verilmiş siyahısının bu deyir ki, cüt elementlərini, bunu qırmızı eləyək, daha diqqət çəkən olsun. Bu deyir ki, cüt indeksli elementlərini fordan istifadə eləyəcək. Mən siyahı eyni siyahıdır da, düzdür? Gəlirəm birinci bu 75-ə. Sadə bir əməliyyatdır, amma çox işimizə yarayır. Fərqli tip testlərin həllində də çox işimizə yarayır. Elə birbaşa siyahını kopyaladım, yapışdırdım bura. Birinci halda cüt elementlər deyir. Bəli, i-dən istifadə eləyəcəm. Ən sadə format for, i, in, a elementləri götürürük. Deyirik ki, əgər i böl 2 bərabər sıfırdırsa, print i dedik və işə saldıq. Cüt elementləri seçdi və çap elədi. Bu şəkildə. Sadə. Dediyim kimi, məsələ çətin deyil uşaqlar, ona görə seçməmişəm. Sadəcə test işləyəndə diqqət eləyin. Cüt elementləri deyir, cüt indeks elementləri deyir, tək indeks elementləri deyir, belə bir şeylər, fərqli şeylər verir. Hətta indeksi cüt özü tək olanlar deyir. O zaman da istifadə edə bilirsiniz and-dən. And. Hə, indi keçirik nəyə? 96-ya. Cüt indeksli elementlər. Əgər indekslə işləyirsinizsə, ən asan üsulumuz uşaqlar və testlərdə də, kitabda da, Dimin test toplusunda da ən çox gördüyümüz range, len, a. Yəni, avtomatik olaraq A-nı sayır, A-nın bütün indekslərini götürür və cüt indeksli elementlərini. İndi mən burada artıq i-ni indeks olaraq götürürəm uşaqlar bu yazılışda. i artıq indeksdir. Amma mən bu formada versəm, yaxşı, qoy belə çap eləyək, hələ ki səhv olsun. Sonra düzəldərik. Bax, 0, 2, 4, 6, 8 çap elədi. Yəni, normalda orada elə ədədlər yoxdur axı. Nəyi çap eləyib? İndeksləri çap eləyib. İndeksləri. Burada mən gəlsəm bura, yazsam AI, bu zaman i indeks, AI olanda bu nə olur? Element olur. Bu indeksdir. İndeksi cütdürmü? Yoxladıq. Burada da elementi çap elədirik və işə saldıq. Bax belə. İndi gəlin bir dənə bunu tam başa düşməyə çalışaq. Bax, bunun indeksi 0. Bu 1, bu 2, bu 3, bu 4, bu 5, bu 6, bu 7, bu 8. İndi indeksi cüt olanlar 4,
5, 2, buradakı 7, bir də buradakı 8. Aşağıdan baxırıq. 4, 5, 2, 7, 8. Elementləri çap edib. Hə, bir dənə kənara çıxma eləyəcəm uşaqlar. Riyazi olaraq cüt ədəd deyəndə bilmirəm, indi bəlkə nəsə dəyişiklik olub olmayıb. Mən səhv xatırlamıramsa, orta məktəb riyaziyyatında cüt ədəd və s. deyəndə 0 ora qatmırdılar. Yəni siz bu formada da yazsanız bir problem yoxdur. Amma xüsusi bir məsələ qarşınıza çıxsa ki, indeksi cüt olsun və indeksi 0-dan fərqli olsun desə, onda bura bir dənə and ilə and i fərqlidir 0 yaza bilərsiniz. Məsələn, belə deyə bilər ki, 0-dan fərqli indeksi cüt olsun, amma 0-dan fərqli olsun. Yəni 4-ü çap eləməsin. Bir dənə bura gəlib yazırsınız and i fərqlidir 0 və kodu işə salırsınız, 4-ü çap eləyib, kodu işə salırsınız, 4-ü çap eləmir. Ya da 1 lena yazırıq, bəli. 1 lena yazırıq ki, 0-cı indeksi ötürsün. Bəli, o da olar. Bunun yerinə gəlirik bura, yazırıq 1 vergül lena, yəni 1-dən başla deyirik. Yəni buradan bu tərəfə bax deyirik qısacası. Və bu zamanda kodu işə salsaq, yenə istədiyimiz nəticəni vermiş olacaq. Qısacası, məsələlərdə həmişə diqqət edin ki, elementin cüt olması, indeksin cüt olması bizdən soruşduğu şey hansıdır? Bax, bunları yazıb mütləq məşq eləyərsiniz. Bunlar həddindən artıq. Çətin deyil, amma önəmlidir. Və 109 qeyd eləmişəm uşaqlar bundan sonra. Gedək görək bu 109. 109 o birisi səhifəyə düşür artıq. Bunu yuxarıya doğru aparaq. 101-dən sonrası ayrıca bir səhifədir burada. Gəldik bu 109-a. Bu biraz fərqli bir məsələdir uşaqlar. Mən bunu oxuyuram. Siz də bunu bir özünüz üçün bir fikirləşin. Hətta yenə digər məsələ tapşırıq tiplərində olduğu kimi fərqli bir üsulla yazmağa çalışarsınız. Kassa proqramı. Məhsulun adı, sayı və bir ədədinin qiyməti klaviaturadan daxil edildikdə yekun məbləği çap edən proqram yazın. Kodu yazarkən nəzərə alın ki, müştəri bir neçə növ məhsul ala bilər. Proqramın iki məhsul üçün icra edilməsi, yəni bir nümunə aşağıda verilmişdir, deyir. İndi uşaqlar, bunun bizdən istədiyi şey nədir? Bax, siz gedirsiniz supermarketə, bir alış-veriş eləmişsiniz, nələrsə almışsınız və gəlirsiniz, tutaq ki, kassaya. Kassada məhsulları bir-bir verirsiniz. Misal üçün 10 dənə nəsə almışsınız. Vurdu, sonra diqqət eləmişsinizsə, kassir çevrilir, klaviaturadan nəsə düymə vurur, basır və ya mouse'la nəsə eləyir və ondan sonra çek çıxır. Ödənişi alır sizdən, sonra da çek çıxır. Onun elədiyi şey bilirsiniz nədir? O artıq orada komanda verir ki, bitir prosesi. Yəni ki, sənin səbətində olan və ya arabanda olan məhsullar qutarıb, bitib. Biz elə bir şey, elə bir kod yazmalıyıq ki, təbii ki, kassa proqramında işləyən kod daha professional, üst səviyyədədir. Biz onun sadələşdirilmiş variantını yazmağa çalışacağıq indi. Və burada belə bir şey nəzərə alacaq uşaqlar. Biz, məsələn, siz supermarketdə gedib biraz çox alış-veriş eləmişsinizsə, kassaya gedəndə heç vaxt sizdən soruşmurlar da, neçə dənə mal almısan? Yəni, normalda bu testi yazanda çox hallarda deyirlər ki, gəl for i in n yazaq, n-dən dövr eləyək, n-də olsun müştərinin aldığı məhsulların sayı. Amma sən müştəridən soruşa bilməzsən axı, nə qədər məhsul almısan? Adam bəlkə çox şey alıb sayını bilmir. Yəni, nə deyəcəksən ki, ged onda say gələrsən. Hə, bəli, while true eləyib, bəli, break-lə, dövrdən çıxa bilərik. İndi uşaqlar, bu nömrə 109 şərti uzundur deyə şərtini artıq buraya yapışdırmayacağım. Yəqin ki, mahiyyətini başa düşdünüz, şərt müəyyən qədər yadınızda qaldı. Nömrəsini yazaq, 109, düşək aşağı. Bir dənə S bərabərdir 0 verirəm. O aldığı məhsulları toplayıb, qiymətlərini toplayıb S olaraq belə buradakı kimi çap eləyərik. Və sonsuz dövr. Bundan bağlı danışmışıq yəqin ki. While true yazdıq. While true. İndi belə eləyirəm. Deyirəm ki, say bərabərdir integer input. Buradan da bir dənə say yazaq. Bu şəkildə. Yəni, məhsulun sayı. Məhsulun sayı onsuz da tam ədəddir deyə integer yazdım. Sonra qiymət bərabərdir. Qiymət float olaraq verməliyəm də uşaqlar, hə? Çünki 9.90 və s. 1 manat 20 qəpik belə qiymətlər olur. Float input yazdıq. Buradan da
qiymət bərabərdir yazaq ya da yuxarıda 2 nöqtə qoymuşam, burada da 2 nöqtə qoyun. Bir də heç bir hesablamada rolu olmasa da, məsələn, şərtində ad var deyə nə edəcəm? Bura bir dənə də ad əlavə edəcəm. Onu da input vasitəsilə verirəm. Burada da yenə ad, bir dənə də 2 nöqtə və boşluq qoyaq. Bəli, indi uşaqlar, burada bir balaca fasilə verək. Məsələ nədir burada? Məsələn, bunun oxşarı tipində bir şey, yəni düşəcək mənasında demirəm. Bunun oxşarı tipində bir şey düşsə, orada böyük ehtimal diqqət eləyəcəklər ki, siz bu sayı int verdinizmi? Qiyməti float verdinizmi? Və ya nəyinsə bir şeyin adını daxil edirsiniz, onu input olaraq düzgün daxil etdinizmi? Ona görə məsələni oxuyanda özünüz üçün elə məsələni oxuya-oxuya müəyyənləşdirin. Bir şeyin sayı necə verərəm bunu? Necə verməyim düzgündür? Integer input, qiymət float input. Adını yazacağam sadəcə input şəklində. Hər bir sual üçün ayrıca meyarlar yazılır uşaqlar. Ona görə nəyə görə bal kəsərlər, nəyə görə bal kəsməzlər, onu %100 deyə bilmərəm. En daxil eləsək tam olaraq onu vurğulamasalar məsələdə, ola bilər ki, kəsməyə bilərlər, yəni yerdə qalan hər şeyi düz yazsaq. Amma yenə də biz praktiki olaraq fikirləşəndə, yəni kassada elə bir şey məntiqli deyil də, neçə dənə mal almışsan bilmirəm, onda get say gələrsən. Yəni və kassada heç vaxt sənin daxillədiyin malların sayını klaviaturadan yazıb başlamırlar da. Ona görə while true ilə işləməyiniz. While true-ya öyrəşin bu arada. Bundan əvvəl də deyəsən baxmışıq buna, bu qaydaya. Ya da qrup dərslərimizdə baxacaq, əgər baxmamışıqsa. Bundan sonra uşaqlar sadə bir dənə əməliyyat eləyəcək. S bərabərdir. Necə eləyək? Məsələn, adam 2 dənə, tutaq ki, nəsə alıb, hərəsində qiyməti 5 manatdır. Say, S bərabərdir, S plus say vurulsun qiymət. Bax, belə bir əməliyyat. Hə, indi ora gələcək. Gəldik bura, print S. İndi hal-hazırda problemimiz odur ki, bizim sonsuz dövrümüz var. Necə eləyək ki, dayansın? Breaklə. Amma break üçündə bir şərt verməliyik, uşaqlar. Bir dənə belə bir şey fikirləşin. Yəni, mən nəsə bir şey almışamsa, nəsə bir şey varsa məndə, biraz məntiqli bir şey fikirləşək də, onun sayının 0 olma ehtimalı yoxdur da, nəsə bir şey almışamsa, sayı heç olmasa bir dənə almışam da, həmin şeydən, düzdür. Misal üçün, belə eləyə bilərik. If say bərabərdir 0. Elə qabağından yazıram, çox uzanmasın deyə. Break. Ya da elə də çox böyük bir kodumuz da yoxdur əslində. Enter-də vura bilərik. Bax, belə. Biz indi başqa yolda fikirləşə bilərik. O Udemy-dən videosunda baxarsınız. Orada ola bilsin başqa bir qayda göstərmişəm. Hə, qarşı tərəfindən də yazma olur, bəli. Amma yazmayın. Yəni yer çatışmasa və s. olsa yazarsınız, amma yəni yerlə bağlı probleminiz yoxdursa imtahanda yazmayın. Hə, indi uşaqlar, mahiyyətini başa düşdünüz. While true bizə sonsuz dövr verir. Yəni əgər diqqət eləməmisinizsə, supermarketə gedəndə bir dənə diqqət eləyərsiniz buna. Məhsulları yığır, sənin aldığın məhsulların hamısı bitdi. Ondan sonra ya klaviaturadan nəsə düyməyə toxunur, ya da mouse'dan nəsə eləyir. Yəni normalda Pythonda bizim yazdığımız kodlar arxa planda işləyən kodlardır da, backup proqramlamadır. Ona görə biz o düyməni breaklə burada əvəz eləyirik. Və ya normal standart kodlar yazanda break olan şeyləri proqramlarda düymə olaraq qoyurlar ki, düymənin üstünə klikləsin ya da klaviaturadan nəyinsə sıxsın. İndi gəlin bunu bir işə salaq, baxaq. Başladıram uşaqlar, say. Nəsə almışam 2 dənə. Qiyməti nədir? 3 manatdandır. Bunu 2 vur 3, 6 hesabladı. Adına nəsə yazdım, önəmli deyil onsuz da. Gəldim sonra, başqa nəsə almışam, 1 dənə almışam, 10 manatda qiymətidir. O birisi əvvəlkilər nə idi? 6 manat, bu da 10 manat oldu. Və başqa heç nə almamışam. Başqa heç bir şey almamışam. Nə oldu bu? Niyə dayandı? 2 dənə 3 manatdan adı. Sonra 1 dənə yazdıq sayına. 10 manatdan, adını yazdıq və sayı. Bayaq nəsə əlim boşluğa dəymişdi yəqin ki. Artıq heç nə yoxdur. 0 yazdım və dayandı. Bir dənə də şərtdə bunun yanında deyəsən AZN yaz deyirdi.
Hə, AZN yaz deyir. Bir dənə də əlavə olaraq bura dırnağın daxilində bir dənə AZN yazırsınız. Belə. Hə, vəssalam. Artıq tam olaraq biz onun istədiyini elədik. Başqa bir şey eləyə bilərsiniz. Məsələn, qiyməti 0 olanda break eləsin və s. ya saya -1 verəndə break eləsin. Çoxlu şeylər fikirləşmək olar. Yəni hər hansı bir şey eləyə bilərsiniz. Əsas odur ki, tam olaraq biz məsələnin istədiyi şeyi yazmış olduq, əldə eləmiş olduq. Bu da nömrə 109. Biraz fərqlidir. Hə, ola bilər bunu tam olaraq düşünmək biraz çətin olar. Əgər çox çətin görünürsə, ümid edirəm düşməz bu tip bir şey. Ki onsuz da biz burada nəyə çalışırıq uşaqlar? Biz burada məsələnin işləmə qaydasını müəyyənləşdirməyə çalışırıq. While true-suz yolu yoxdur. Var təbii ki. Misal üçün nə k bərabərdir 1. Burada k nə qədər ki 1-ə bərabərdir. Buradan gəlib k bərabərdir 0 eləyib bu şəkildə çıxa bilərəm. For-la ağlıma hal-hazırda heç bir yol gəlmir. Yəni bu vəziyyətdə də işləyəcək, amma burada xoşuma gəlməyən nədir? Deməli, sayı mən 0 daxil edəndən sonra k-nı 0 götürüb, sonra məndən olmayan məhsulun qiymətini və olmayan məhsulun adını istəyəcək. Ona görə bu yaxşı deyil. Bayaqki variant daha yaxşı idi. Bayaqki variant break daha yaxşı idi. Elə birbaşa while true sayı 0 verən kimi hər şeyi saxlasın. Break olanda yox. Breakdə 1-2 gördü çıxır. Yəni sayı 0 verdik. Burada elədiyimiz kimi də 0 verən kimi dayandı. Nəyin sayı 0 məntiqsiz olmur? Onsuz da məntiqsizdir deyə yazdıq da onu. Yəni məhsullarımız bitdi artıq. Ona görə sayı 0 yazdıq ki, dayansın. Bizə onun məntiqli, məntiqsiz olması da əslində lazım deyil. Bizə lazımdır ki, dövrü saxlayaq. 109. Bir dənə də 123 qeyd eləmişəm uşaqlar. Burada istifadə eləyəcəyimiz məntiq biraz fərqlidir. Deyir ki, klaviaturadan daxil edilmiş rəqəmlərinin sayı 4 və daha çox olan natural ədədlər üçün belə bir proqram yazın. Daxil edilmiş ədədin ilk 2 rəqəminin əmələ gətirdiyi ədədlə son 2 rəqəminin əmələ gətirdiyi ədədin cəmi hesaplansın. Elə mən bu hissəni kopyalayım. Nömrəsi də 123-dür. Buranı tamamilə silək. 123. Və indi belə deyirik. Həm bəli, mənfi indekslərlə rahat bir şəkildə işləyə bilərik. Deməli, 1, 2, 3, 4, 5, 6 belə bir ədəd tutaq ki, daxillədim. Yəni, belə bir ədəd daxilləmişəmsə, məndən istədiyi şey budur. Bu, başdan 2 rəqəmin əmələ gətirdiyi ədəd 12 plus bu axırdakı 2 rəqəmin əmələ gətirdiyi ədəd 56. Bunları riyazi olaraq toplasın və nə olur? 68 və bu nəticəni mənə versin. Yəni, misal üçün bu ədəd üçün ki, təbii ki, rəqəmlərin sayı 4 və daha çox olan ədədlər üçün işləyəcək. Hə, birinci növbədə ədədimizi daxiləyib başlayırıq. Bəli, düz deyirsiniz, o mənfi indekslər və s. istifadə edə bilərik. Amma Gülay -1 plus -2 yoxsa -2 plus -1? N bərabərdir, integer, input, buradan N-i daxillədik. Və birbaşa yazaq deyirsiniz. Onda A bərabərdir, str, N eləyək. Birbaşa printin içinə yazaq, hə? Hə, kəsmək də olar. Bəli, bəli. Sıfıra qədər olan hissə, hə, olar, o da kəsmək də olar. Deməli, birinci integer yazdım, açdım mötərəzəni. İlk 2 rəqəm A yazmışıq, hə? A 0 plus A1. A0 və A1 yazsaq, 1 və 2-ni birləşdirdi. Plus
Yenə integer. Int yazırıq ki, sonra birləşdirəndən sonra ədədə çevirsin. Bu necə yazmalıyıq? A -2 plus A -1. Yaxşı, o birisini də yazım. O birisi təklifimizdə yazım. Print n02, hə? Onda integer yazıram. A, mən A yazmışam deyə. Belə deyirəm, biraz daha qısaldaq bunu. 2, belə. Plus integer, bunu da biraz qısaldaq. Yazaq A -2, 2 nöqtə. Olar belə. -2-dən sağ tərəf, yəni 5-dən 6. 2-yə qədər olan hissə, yəni 1-dən 2. İndekslər, bu 0, bu 1, bu -1, bu da -2. 2-yə qədər olan hissə desəm, buranı götürəcək. -2-dən sağ tərəfdə desəm, buranı götürəcək. Təbii ki, ikisi də ayrı-ayrı üsullardır əslində. Elə eyni ədədi yazdım. İkisi də bu birinci bunun cavabını verdi. Sonra da aşağıda gördüyünüzdə bunun nəticəsidir. Belə uşaqlar, elə son qeydim 123 nömrəli tapşırıq idi. Elə burada saxlayırıq bugünlük. Sınaqla bağlı da sınağı bir 5 dəqiqə gözləyib sonra qoşularsınız. Sınağı aktivləşdirməliyəm. Hələ aktivləşdirməmişəm. Videonu da saxlayaq.